9 yaşlı Nuray. Nuray, gəl görüm yanıma qızım. Gəl xalanın yanına. Həmən bu qızımızdır. Deməli, gecələr yuxudan oyanır və anama aparacaqlar deyə ağlayır. Gözünə nəyinsə göründüyünü deyir, qorxuları bitmir. Yaxınlaşın, yaxınlaşın. Təbii ki, biz söhbət balalardan gedirsə, onun psixoloji problemlərindən gedirsə, hər zaman üzümüzü bir ünvana tuturuq Narınc Psixologiya Mərkəzinə. Xoş gəlmişsiniz Könül xanım. Könül Həsənova Narınc Psixologiya Mərkəzinin Bakı Xanov Xidməti Mərkəzi İcraçı Direktoru və baş psixoloqudur. Və xoş gəldiniz bir daha. Həqiqətən bir uşağın gecə yuxudan səksənərək ayılması, hər dəfə ağlaması onun günlük həyatına demək olar ki, həyatını idarə edir. Anasısınız, nənəsisiz. Uy maşallah, hə, uşağım doğrudan 9 yaşı var, nənəsidir. Nənəsi, niyə bu hal baş verir? Nədənsə qorxubmu möhkəm? Uşaqlardan var idi, bunda az-az fikir verməmişdi. Babası da rəhmətə gedən sonra vəbşə qorxdu da, çox qorxdu. Elə ondan sonra başladı. Belə yüngül alır müalicələr, amma baxırsan ki, xeyr eləmir də. Heç bir xeyri yoxdur. Eləyir, biraz keçir, bir də başlayır. Qızım, yuxudan qorxursan ki, ananı apararlar. Hə, heç kim aparmaz ki. Heç kim aparmaz. Sən neçənci sinifdə oxuyursan? 3-cü sinifdə. Neçə alırsan? 5 alırsan. Yaxşı oxuyursanmı dərslərini? Xala bir şey göstərsin, oxuyaq o zaman. Bax, bu söz nədir? Anası. Nə deyir? Deyir. Aha. Heç kimi. Aha. Yox, qızım oxuya bilir. Qızım oxuya bilir. Amma hecalı. O cümləni sən sürətlə oxumalısan. Amma sən Narınc Psixologiya Mərkəzinə getsən, Narınc xalanın yanına, Könül xalanın yanına çox yaxşı oxuyacaqsan. Yaxşı. Ağlayır ki, getmirəm. Məktəbə də, çünki geri qalır uşaqlardan, ona görə. Eləmi? Dostların varmı məktəbdə? Var. Amma getmək lazım məktəbə. Görək Könül xala nədir? Problem əsas. Təbii ki, baxmısınız, mən artıq əlinizdəki vəziyyətdən görürüm. Sizin müraciətinizlə təsir dairəsinin müraciətini müayinə elədik. Problemlərinə artıq ad qoyduq. Buradan artıq siz bizə pasiyentlər verə-verə bu vərəqi bizdən yaxşı bilirsiniz. Mən bilirəm və bu baş məni artıq bəli, burada sol və sağ beyin gicgahlarında, beta dalğalarında çox gərginlik var. Və o gərginliyin nəticəsində Nuray balamız dərslərində çətinlik çəkir. Ən əsas problemlərdən biri Nuray balamızda zəka geriliyi. Bəli, artıq 9 yaşı var, amma zəkası bir xeyli geri qalıb. Biz nə edəcəyik? Biz bir xüsusi proqram hazırlayacaq Nuray balamıza. Proqramımız bir neçə mərhələdən ibarət olacaq. İlk eləməli olduğumuz zəkasını öz yaşına uyğunlaşdıracağıq, öz yaşına gətirəcəyik, dərslərə marağını artıracaq. Nuray balamızda eyni zamanda ünsiyyət problemi yaranıb, gecə dediyimiz kimi qorxular yaranıb. Uşaqlar zəka geriliyi olduğu zaman yaşanılan bir hadisəni özlərinə məxsus formada biruzə verirlər. Yəni bir babası, nənəmizlə danışdım, baba rəhmətə gedib və Nuray onda körpə olub, bu yaşından da balaca və özünə məxsus formada artıq şuuraltısında bir travma şəklində oturub. Və təbii ki, o travma ilə işləyəcək, eyni zamanda möcüzəvi aparatlarımızla Nurayın beynində gördüyümüz o gərginliyi aradan götürüb. Bunun üçün bizə nə qədər zaman lazım ola bilər? Biz komanda olaraq ən qısa zamanda Siz də bilirəm, vur 2-dir, amma yenə də bir 2 ay içində, 3 ay içində. Ən qısa zamanda, bəli, çalışacaq ki, onu daha da qısalaşdıraq o zamanı və Nuray balamızı ən qısa zamanda sizə təhvil verək. Mən gözləyəcəm Könül xanım. İnanıram ki, Cani Könüldən onun müalicəsi Narınc ailəsi olaraq tezliyə Nuray balamızı tamamilə başqa bir formada gətirib dediyiniz kimi hecalamadan ən sürətli şəkildə oxuyacaq sizin üçün. Gözləyəcəm onu. Nuray, sənə deyiblər ki, gülmək sənə çox yaraşır. Deməyiblər. Onda Lalə xala desin, gülmək sənə çox yaraşır. Bir gülümsə. Ay, sağ ol. Həmişə belə gülümsə. Yaxşı, Narınc Psixologiya Mərkəzindən sonra o həmişə belə gülümsəyəcək. Sağ olun. Təşəkkür edirəm.